4 stəkan un, 300 qram kərə yağı, umac edirik. 1 bütöv yumurta, 1 yumurtanın sarısı, 1 çimdik duz, 1 paket vanil, 200 qram xamam, yarım çay qaşığı soda, 1 xörək qaşığı üzüm sirkəsi. Qarışdırıb əlavə edirik xəmirimizə. Yumşaq, ələ yapışmayan xəmir yoğururuq. Xəmirimizi 30 dəqiqə soyuducuya qoyuruq. 2 stəkan yarım un, 150 qram kərə yağı, umac edirik. 1 stəkan şəkər. Qarışdırıb içliyimizi hazırlayırıq. Xəmirimizi 2 hissəyə bölürük, kündələyirik və yayırıq. Böyük yayın ara qatına 1 yumurtanın ağını vururuq və içliyimizi əlavə edirik. Kənarlarını düzəldirik. Sonra rulet kimi bükürük. Bir yumurtanın sarısı, 1 çay qaşığı süt. Üzərinə vururuq və çəngəllə naxışlar atırıq. Kətə formasında kəsirik. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 170 dərəcəlik sobada 30-35 dəqiqə bişiririk. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.